Ümumiyyətlə bizim torpaqlar hamısı çox qiymətli torpaqlardır. Amma istifadə eləyənə. İnsanlar var ki, mən hər verişdə buna toxunuram. İnsanlar var ki, hektarlarla həyətyan sahəsi var. Kənddə yaşayır, oradan da mal saxlayır. Böyle kənddə gəzirsən, görürsən ki, adamın hardasa 1 hektar həyətyan sahəsi var. Orada heç nə əkməyib. Nə tərvəzi var, nə ağacı var, nə heyvanı var, saxlamır. Bunların hamısını gedir bazarlardan alır. Amma biz kəndçi olaraq bunu saxlasaq, valla o məhsulların qiymətini biz deyirik, ətin qiyməti qalıb 20 manata, 22 manata, 23 manata. Nə bilim, xiyarın, pomidorun kilo 4 manat, 5 manat. Valla biz hamımız onu əksək becərsək, kəndçi olaraq torpağımızdan istifadə eləsək, olan bugünkü qiyməti, ətin qiyməti olar 12 manat, 13 manat. Yağın qiyməti olar 15 manat, 14 manat. Biz bunları əkməliyik, becərməliyik ki, kənddə yaşayırsa o kəndin haqqını verməliyik. Bölgətimi izləyin, həqiqətən Qarabıcaq qəsəbəsi çox maraqlıdır.